Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain amma ba'd. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Namaz tərk edənin Quran və sünnətdə hökmü və bu sələfin sözləri. Allah Azze ve Celle ayətdə deyir: Sizi səqərə salan nədir? Onlar deyəcəklər, biz namaz qılanlardan değildik. El-Müddəssir surəsi 42-43-cü ayələr. Tövbə edərək ona üz tutun, ondan qorxun, namaz qılın və müşriklərdən olmayın. Ər-Rum surəsi 31-ci ayə. Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Tövbə surəsi 11-ci ayə. Sünnədən dəlillər. Bureydə bin Hüseybə radiyallahu anh Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk edərsə kafir olar. Əhməd, Tirmizi, Nəsai, İbn Məcə nəql etdisi. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İnsanlarla Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhammed onun elçisidir deyib, namaz qılıb zəkat verənə qədər vuruşmaq əmr olundu. Əgər bunları etsələr, İslamın haqlarını ödənilməsi şərti ilə qanları və mallarını məndən qorunmuş olarlar. Əgər küfürlərini gizlətsələr, hesabları uca Allaha aiddir. Səhih Əl-Buxari, Müslim. Resulullah sallallahu aleyhi və səlləm buyurdu: Kim bu 5 vaxt namazı mühafizə etsə, qiyamət gündə özünə nur, rəhbər və bir qurtuluşdur. Kim də 5 vaxt namazı mühafizə etməzsə, qiyamət günündə özünə nə bir nur, nə də bir rəhbər, nə də bir qurtuluş olur. Qiyamət günündə də Qarun, Haman, Firon və Ubeyn Xələf ilə bərabər olur. Həmçinin rivayət etdi İmam Əhməd və Darimi. Sahabələrin icması. İbn Ömər radiyallahu anh belə dedi: Resulullah sallallahu aleyhi və səlləm belə dedi: Kim namaz qılmazsa, onun dini yoxdur. İmam Əhməd, İmam Təbəri rahimehullah rivayət etdi hədisi. Əbu Dərdə radiyallahu anh belə deyir: Resulullah sallallahu aleyhi və səlləm buyurdu: Hər kim bilərək namazı tərk edərsə, bütün əməlləri batil etmişdir. Hədisi rivayət etdi İmam Əhməd. İbn Məsud radiyallahu anh belə deyib: Kim namazı tərk edərsə, onun dini yoxdur. İmam Təbəri rahimehullah rivayət etdi hədisi. İbn Məsud eləcə də deyib ki, radiyallahu anh, kim namazı tərk edərsə kafir olur. İmam Acuri, İmam Təbərani rahmetullahi aleyh nəql etmişdir hədisləri. Əbu Zərdən radiyallahu anhdan rivayət olunur ki, kim namazı tərk edərsə Allahın zimmətindən çıxar və küfrə düşər. İmam Əhməd rahimehullah rivayət etmişdir hədisi. İbn Teymiyyə rahimehullah da Məcmu Fətvada bu hədisi qeydə almışdır. Ömər radiyallahu anh deyir: Namazı tərk edənin İslamdan nəsibi yoxdur. Əli radiyallahu anh deyib: Namaz dinin dirəyidir. Kim namaz qılmazsa o kafirdir. İbn Həcər Əl-Əsqani və İbn Nasr Muhammed rivayət etmişdir hədisi. Əli radiyallahu anh'dən rivayət olunur ki, İslamın 3 ayağı var: İman, namaz və cəmaat. İman olmadan namaz qəbul edilməz. İman edən də namaz qılar. İbn Əbi Şeybədən, İmam Rahimullah'dan rivayət olmuşdur hədisi. Abdullah ibn Amr radiyallahu anh'dan rivayət olunur ki, namazı tərk edənin dini yoxdur. Buxari Tarixul Kəbər bölümündə rivayət olmuşdur hədisi. Əbu Dərdə radiyallahu anh deyir: Namazı olmayanın imanı da yoxdur. Usulü Sünnə Əl-Mərvəzi və İbn Abdülbərri kimi alimlər nəql etmiş bu hədisi. Cabir ibn Abdullah radiyallahu anh deyir: Namaz qılmayan kafirdir.
İbn Abdülbərri rahimehullah nəql etmişdir bu hədisi. İbn Abbas radiyallahu anh deyir, namazı tərk edən kafir olmuşdur. Kitab-ı Sələt və Təhmid kitabında nəql olunmuşdur bu hədis. Ubeydu Qali rahimehullah deyir, Məqulu radiyallahu anh əlimdən tutaraq, ya Əbə Vəhəb, fərz bir namazı qəsdən tərk edənin biri üçün nə deyilsən, dedi. Mən də asi bir mömündür dedim. Əlimdən daha çox sıxdı və sonra belə dedi. Ya Əbə Vəhəb, imanın şanı nəfsindən daha əzəmətli olsun. Kim fərz namazı qəsdən tərk edərsə, Allahın zimmətindən uzaqlaşmışdır. Kim Allahın zimmətindən uzaq olarsa, kafir olar. İman və Abdurrazaqın müsnəfində səhih bir sənədlə rivayət olmuşdur hədis. Mücahid ibn Cəbər radiyallahu anh belə dedi. Cabir ibn Abdullah Rasulullah sallallahu aleyhi ve sellemin zamanında küfr ilə imanı arasına ayıran əməl nə idi deyə soruşdum. Namaz dedi. İtabullahu Təbəri və Üsul-ü Sünnədə nəql olmuşdur hədis. Abdurrahman ibn Şəqiq rahimehullah Əbu Hüreyrə radiyallahu anh'dan biz namazdan başqa əməllərdən hər hansı birinin şeyin tərkini küfür saymazdı. Tirmizi, Həkim Riyadu Salihin və İbn Kəsir rahimehullahın kitablarında yer almışdır hədis. İbn Əl-Qayyim rahimehullah belə deyir. Əbu Muhammed ibn Həzim deyir. Ömər radiyallahu anh, Abdurrahman bin Avf, Muaz bin Cəbəl, Əbu Hüreyrə radiyallahu anh və başqa sahabələrdən bildirdiyinə görə bir vaxt fərz namazı çıxana qədər qəsdən tərk edən kəsi kafir və mürtəddir. Namazı tərk edənin kafir olduğunu söyləyənlər dedilər. Sahabədən bunun ziddi, yəni başqa bir rəy eşitmədik. Kitab-ı Sünnə və sahabənin icması namazı tərk edənin küfrünə dəlalət edir. Kitab-ı Sələt kitabında nəql edilmişdir bu hədis. İbn Əl-Qayyim rahimehullah Muhammed ibn Nəsir rahimehullah demişdir. Muhammed ibn Yahya bizə bildirdiyinə görə ona da Əbu Numaman rahimehullah ona da Həmməd ibn Zeyd Əyyubdan bildirdiyinə görə namazı tərki küfürdür. Bu barədə ixtilaf yoxdur. Muhammed ibn Mübarəkin belə dediyini nəql edir ki, kim üzürsüz olaraq bir vaxt namazı tərki vaxtı keçənə qədər qəsdən gecikdirərsə, şübhəsiz ki, kafir olar. Peyğəmbərdən günümüzə qədər elm sahiblərinin rəyi də budur. Üzürsüz olaraq vaxtı çıxana qədər namazı tərk edən kafir olur. Sələfin sözləri Həsən Əl-Bəsri rahimehullah demişdir. Həsən demişdir. Mənə çatan xəbərə görə Peyğəmbərin sallallahu aleyhi və səlləm əhsabı belə deyərdi. Qul ilə onun şirk edib kafir olması arasında heç bir üzür olmadan namazı buraxması durur. Abdullah ibn Şəqiq rahimehullah demişdir. Peyğəmbərin sallallahu aleyhi və səlləmin sahabələri namazdan savayı əməllərdən heç bir şeyin tərkini küfr hesab etməzdilər. Əyyub Əs-Sitxani rahimehullah demişdir. Namazın tərk edilməsi heç bir ixtilaf olmayan küfürdür. İmam Şövkani rahimehullah dedi. Bu ifadəni aydın olan bütün sahabələrin bu sözlərindən cəmlənmişdir. Çünki onun Peyğəmbərin sallallahu aleyhi və səlləmin sahabələri deməsi və cəm halında olan izafədir. Bu isə onun icmanın baş verdiyi təəssüratı yaradır. İshaq ibn Rahuyinə rahimehullah İmam Muhammed ibn Nəsir rahimehullahın belə dediyini demişdir. Mən İshaqın belə dediyini eşitdim. Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən səhih gələn xəbərə görə namazı tərk edən kafirdir. Ha belə Peyğəmbərin sallallahu aleyhi və səlləmin zamanında günümüzəcə elm əhlinin görüşü namazı qəsdən və heç bir üzür olmadan vaxtı çıxanacaq tərk edənin kafir olmasıdır. İbn Rəcəb Həmbəli rahimehullah demişdir. Hədis əhlindən bir çox alim namazı tərk edənin kafir olduğunu hesab edirlər. İshaq ibn Ruheynə
bunun onlardan icma olaraq nəql etmiş və hətta bu dayaqları iqrar etməklə bərabər onları tərk edənin kafir olmayacağını deyənin sözünü murciaların sözünə aid etmişdir. Eyni cürdə Süfyan ibn Uyeynə də rahimehullah da belə demişdir. Muhammed ibn Nəsir rahimehullah demişdir, artıq bizə bu kitabımızda Quranın Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsinin, namazın qədrini və təzim edilməsi və onun haqqı ilə yerinə yetirən savabın vədini və vacibliyi, onu zayi edəni, sərt təhdidinin olması fəzilətdə, onunla başqa əməllərin arasında olan fərqi və böyük dəyəri kimi amillərə dəlalət etdiyini qeyd etdik. Daha sonra biz onu tərk edənin təkfir ediləcəyinə, İslam dinindən çıxacağına və onun yerinə yetirməkdən imtina edənə qarşı savaşın caiz olacağına dair Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən rəvayət edilən xəbəri qeyd etdik. Bunun ardından eyni sahabələrdən buna dair xəbərlər gəlmiş və onlardan heç biri buna müxalif çıxması bizə gəlib çatmamışdır. İbn Teymiyyə rahimehullah Şeyxülislam Quran və sünnədən dəlilləri qeyd etdikdən sonra namazı tərk edənin təkfir ediləcəyinə dair dəlillər, habelə bunu əksər sələfdən nəql edilən sözün olduğunu bəyan etmişdir. Çünki bu sahabələrin icmasıdır. Ömər radiyallahu anh namaza çıxarkən ona namaz haqqında söz deyildiyi zaman o belə demişdir: bəli, namaza tərk edənin İslamdan heç bir payı yoxdur. Onun əhvalatı Səhih hədisdə kitabındadır. Başqa rəvayətdə o demişdir: namaz qılmayanın İslamı yoxdur. Bəziləri iddia etmişlər ki, sahabələrin icması sadəcə namazı tərk edənin kafir olmasını ifadə edən hədislər üzərində qurulmuş rəvayətdir. Və bu, Mərvəzinin sözü məhz buna dəlalət edir. Qeyd edilməlidir ki, bu yanlış fikirdir və bunun deməyə əsas verən iki səbəb var. Birinci, İmam Mərvəzi bu sözünü dedikdən sonra buyurmuşdur: bundan sonra elm əhli Peyğəmbərdən və sonra sahabələrdən namazı tərk edənin təkfir edilməsinə dair rəvayətlərin açıqlamasında ixtilaf etmişlər. Peyğəmbərdən rəvayət edilən məşhur hədislərdir və sahabələrdən rəvayət edilən isə onların namazı tərk edən kafir olduğunu demələridir. Bu bir sıra sahabələrdən rəvayət edilən səhih xəbərlərdir. İkinci, əgər Mərvəzinin tədbirini ehtimalları girmiş olsa belə, Abdullah ibn Şəqiq və İshaq, Şeyxülislam kimi şəxslərdən sadəcə təkfiri ifadə edən hədislər deyil, namazı tərk edənin təkfir edilməsinə sahabələrin icma etmələrinə dair təbirlər açıq aydındır. Sahabələrdən təsəvvür edilə biləcək icma məhz budur. Çünki sahabələrin hamısının fərdi şəkildə bunu nəql etmək qeyri-mümkün bir işdir. Bu üzdən İbn Qudamə Xərraz nəzdində olan yerin alışının haramlıq məsələsini qeyd edərək demişdir: Ömərin bu sözləri mühacir və ənsarlardan olan sahabə imamların hüzurunda olmuş və etirazsız qarşılanmışdır. Bu isə icmanı ifadə edir. Bu və buna bənzər icmadan güclü icmanı olması mümkün. Çünki bütün sahabələrin yaxud müjdələmiş 10 nəfərin bu məsələdə sözlərini nəql etmək mümkün deyil. Yayılmış sözdən savayı isə icma yoxdur. Namazı tərk edənin təkfir edilməsinə dair isə İbn Həzm qeyd etdiyi kimi 16 sahabənin rəvayəti mövcuddur. Şeyxülislam rahimehullah demişdir: Allah-u Teala xatırlatdığı zaman səcdə etməyinin ayələrinin iman etməmiş olacağını xəbər verərək belə buyurmuşdur: ayələrimizə iman gətirənlər ancaq ayələrimizi öyüd nəsihət zamanı dərhal səcdəyə qapanarlar və təkəbbür göstərmədən həmd ilə Rəbbini təqdis edib şəninə təriflər edənlərdir. Səcdə surəsi 15-ci ayə. Bu ayə Allah üçün səcdə etməyinin iman etmiş olmağına dəlildir. Bu da namazı tərk edənin kafir olduğunu göstərir. Şeyxülislam rəhmətullah aleyhi demişdir: namazı tərk edənin təkfir edilməsinə sahabə və tabiindən olan sələfin cümhurundan məşhur görüşdür. İbn Əl-Qayyim
Rahimullah İmam İbn Qeym namazı tərk edənin küfrünə Quran və sünnə və sahabələrin icmasını qeyd etdikdən sonra demişdir. Sahabələrin icmasına gəldikdə isə İbn Zəncüyə belə demişdir. Ömər İbn Rabi bizə təhdis edib dedi. Yahya İbn Əyyub Yunusdan, o da İbn Şihabdan bizə təhdis edib dedi. Ubeydullah İbn Abdullah İbn Utəbə mənə təhdis etdi ki, Abdullah İbn Abbas ona xəbər vermişdi ki, Ömər İbn Xattab məsciddə xəncər zərbəsi aldığı zaman və onun yanına gəlmişdir. Dedi, mən və mənimlə olan bir dəstə adamlar onu alıb evinə götürdük. Ömər Abdurrahman İbn Avf insanlara namaz qıldırmasını əmr etdi. Dedi, biz Ömərin yanına gəlib evinə girdikdə o ölüm sancılarından huşunu itirdi və səhərəcən huşsuz qaldı. Ömər özünə gəldikdə isə belə dedi, insanlar namaz qıldılarmı? Biz bəli deyə cavab verdik. Ömər dedi, namazı tərk edənin İslamı yoxdur. Başqa rəvayətdə namazı tərk edənin İslamdan heç bir payı yoxdur dedi. Daha sonra dəstəmaz üçün su istəyib onunla dəstəmaz aldı və namaz qıldı. Sonra qalan əhvalatı danışdı. O bunu sahabələrin huzurunda dedi. Onlar isə buna heç bir etiraz etmədilər. Artıq buna bənzər rəvayətlər Muaz ibn Cəbəldən, Abdurrahman ibn Avfdan, Əbu Hüreyrə radiyallahu anhudan qeyd etmişdir. Hər hansı sahabənin ona müxalif olması isə bilinmir. Əsus Səlatu və Hüküm-i Təkib əsərdə Ömərin radiyallahu anhu namazı tərk edənin İslamdan heç bir payı yoxdur sözünü İmam Malik Əl-Muvatta 51-ci səhifəsində rəvayət edir. İbn Əbu Şeyb Əl-İman kitabının 103-cü səhifəsində bunu rəvayət edir. Və bu kimi alimlər bunu zikr edərək qeyd edir, rəvayət etmişlər. Əbu Şeybən Əl-İman kitabının 40-cı səhifəsində kitabın təhqiq edərkən səhih saymışdır bu hədisi. Həmçinin Muhammed ibn Nəsir kitabında 930-cu səhifədə bu rəvayəti İbn Muhiddidən rəvayət edir demişdir. Mən Ömərin belə dediyini eşitdim. Namaz qılmayanın İslamı yoxdur. Bunun minbərdə dedimi deyə sual verildiyi zaman o bəli dedi. Sonra İbn Əl-Qayyim rəhmətullah aleyhi tərəflər arasında çıxarılan hökm həsr etdiyi fəslin sonunda demişdir. Təəccüb doğuran isə onu tərk etməkdə israrlı olanın başının üzərində qılıncı parıltısını edam təhciz edilməsini və gözlərinin saraldığını gördüyü halda bir toplumun insanın önündə onu etməyə çağırılıb namazı qıl, əks halda səni öldürəcək deyildiyi zaman öldürün məni, çünki mən heç vaxt namaz qılmayacağım deyən şəxsin küfründə şübhə etməkdir. Namazı tərk edəni təkfir etməklər, bu adam mömin və müsəlmandır. Öldükdə ona qüsul alınacaq və cənazə namazı qılınacaq və müsəlmanların qəbristanlığında dəfn ediləcək deyirlər. Bu İmam Malik Şafi məzhəbidir. Bu sözün yönsüz olmasına rəğmən bəzi insanlar hələ də bu geniş istifadə edərək bu cümhur fəqihlərin məzhəbidir deyirlər. Bəziləri isə deyirlər ki, o kamil imanlı mömindir və onun imanı Cəbrail və Mikailin imanı səviyyəsindədir. Bu sözü dilə gətirənlər Quran və sünnənin sahabələrin icmasına küfrünə dair şahidlik etdiyi şəxslərin təkfir edilməsini inkar etməkdən utanmırlar. Müvəffəq edən Allahdır. 696-cı səhifəsində Əs-Salatu və Hüküm Təhqiq kitabının 53-cü bölümündə Şeyx Həmid ibn Nəsir rahimehullah demişdir. Gördüyün kimi bu hədislər namazı tərk edənin küfrünü açıq aydın göstərir. Bundan öncə isə İsaq ibn Ruheynə, İbn Həzm, Abdullah ibn Şəqiqin rəvayət etdiyi kimi sahabələrin icması nəql edilmişdir. Bu tabeinlərin və onlardan sonra gələn cümhur alimlərin məzhəbidir. Muhammed ibn İbrahim rahimehullah demişdir. Artıq məscidlərin birində müəzzə edib namazı etinasızlıq və tənbəllikdən tərk edən şəxsi öldürülməli olduğu deyən
kişi haqqında bəhs edən və alimlərin buna dair dediklərini soruşub fətva istəyən məktubunu mənə çatdırmışdır. Buna cavab olaraq deyirəm, həmd olsun Allaha. İmamımız Əhməd ibn Həmbəl rahimehullah belə görüşlərin birində Şafi, İshaq bin Ruheyn, Abdullah ibn Mübarək, Naxai, Həkəm, Əyyub, Əstixani, Əbu Davud, Təydisi və tabinlərin böyük imamlarından digər insanlar onu tərk edənin kafir olduğunu söyləmişlər. İshaq bin Ruheyn rahimehullah isə buna dair icma nəql etmişdir. Bunu ondan Əhməd ibn Həcər Əl-Heysekhami rahimehullah 40 hədisin şərhində xəbər vermişdir. Həmçinin o bunu Zəvəcir kitabında sahabənin cumhurunu nəql etmişdir. Habelə Əbu Muhammed ibn Həzm demişdir. Digər sahabələr və onlardan sonra gələn tabinlər namazı tərk edəni mütləq şəkildə təkfir etmiş və onun mürtəd olduğuna dair hökm çıxarmışlar. Bunlar Əbu Bəkir, Ömər və onun oğlu Abdullah, Abdullah ibn Məsud, ibn Abbas, Muaz ibn Cəbər, Cabir radiyallahu anhu, Abdurrahman ibn Avf radiyallahu anhu, Əbu Dərdə radiyallahu anhu, Əbu Hüreyrə radiyallahu anhu və başqa sahabələrdir radiyallahu anhu əcmain. Sahabələrdən hər hansı birinin onlara müxalif olduğunu isə biz bilmirik. Onlar namazı tərk edənin Cabir ibn Abdullahın rəvayət etdiyi hədisdə hüccətə gətirmişlər. Hədis rəvayət edilir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir, kişi ilə şirk, küfür arasında namazın tərki durur. Həmçinin Büreyd ibn Hüseybdən radiyallahu anhdan Peyğəmbərin sallallahu aleyhi ve sellemin belə dediyini eşitmişdir. Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk edərsə kafir olar. İmam Əhməd və sünnənin sahibləri rəvayət etmişlər. Habelə Ubəbə ibn Samit radiyallahu anh rəvayət etmişdir. Demişdir. Peyğəmbər sallallahu aleyhi ve sellem mənə vəsiyyət edib demişdir. Allah heç bir şeyi şərik qoşma. Namazı qəsdən tərk etmə. Kim namazı qəsdən tərk edərsə İslam dinindən çıxar. Əbu Hətim rəvayət etmişdir bunu. Habelə Muaz radiyallahu anh Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən belə rəvayət etmişdir. Hər kimi fərz namazını qəsdən tərk edərsə Allahın himayəsindən kənara qalar. Habelə Abdullah ibn Şəqiq Əl-Uqeyli demişdir radiyallahu anh. Peyğəmbər sallallahu aleyhi ve sellemdən sahabələri namazdan savayı əməllərindən heç bir şeyin tərkini küfür hesab etməzdilər. Tirmizi rəvayət edib gördüyünü kimi bu hədislər və ondan öncə qeyd edilən sahabələrin icması namazı tərk edənin küfrünü açıq aydın göstərir. Bunu İshaq ibn Ruheyn, ibn Həzm, Abdullah ibn Şəqiq rəvayət etmişdir. Munzir rahimehullah dedi, onun isnadı başqa rəvayətlər ilə birlikdə qəbahətsizdir. Həmçinin bu tabinlərin və onlardan sonra gələn cumhur alimlərin məhzəbidir. İmam Muhammed ibn İshaq mənə belə demişdir. Namazı buraxmaq küfürdür. Əl-İman kitabında bunu qeyd etmişdir. İmam Şafi namazı buraxan haqqında belə demişdir. Əgər namaz qılmazsa kafir olduğu kimi səni öldürərik. Ya iman et, iman etməsən də öldürülərsən. İmam Nəvəvi rahimehullah deyir ki, Resulullah sallallahu aleyhi ve sellem gətirdiyi hər şeyə inanmaq lazımdır. Necə ki, Əbu Hüreyrə radiyallahu anhdan rəvayət etdiyinə görə, vallahi namaz haqqında itaat edib zəkatı inkar etmək və ya verməməklə bu iki ibadəti bir-birindən ayıranlar mütləq hərb edəcəyəm. Əhməd, İmam Bəğəvi və Nişabur Əl-Razi rahimehullah tərcüməsindəki cümlə bu mənanı lazım etdirər. Namaz fərz olduğunu etiqad etdiyi halda onu tərk edən kimsənin öldürüləcəyini bu hədisin dəlilidir. Cumhurun rəyi budur. Allah subhanahu wa ta'aladan müvəffəq diləyirəm öz nəfsimə və vahidlərə. Allah azə və cəllə sonsuz əmsan olsun ki, Allah subhanahu wa ta'ala bizlərə haqqa, batili batıl kimi tanıtdı. Esselamu aleykum və rəhmətullah və bərəkət.